Verilişin baş sponsoru Qoçət. Ailənizin rahatlığı, süfrənizin keyfiyyəti deməkdir. Bismillahirrahmanirrahim. Rəhman və Rəhim olan Allahın adıyla. Hörmətli Biznes TV izləyiciləri, mübarək Ramazan ayına xüsusi olaraq hazırladığımız Ay Görünəndə verilişinin növbəti buraxılışında hamınızı xoş gördük. Allahın rəhməti, məğfirəti, mərhəməti, bərəkəti, xeyir duası, sülh və əminamanlığı hamımızın və bütün bəşəriyyətin üzərində olsun. Verilişimizin bugünkü mövzusu Ramazan ayı, qul haqqı və qonşuluq haqlarıdır. Və bu mövzunu bugün studiyamıza dəvət etdiyimiz hörmətli qonağımız, hamımızın yaxından tanıdığı dəyərli ziyalımız, fikir və düşüncə adamı, fəlsəfə üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin dosenti Müşfiq müəllim Ötkünlə müzakirə edəcəyik. Müşfiq müəllim, xoş gəlmisiniz. Xoş gördük İşat. Müşfiq müəllim, Ramazan ayınız xeyirli və mübarək olsun. Sağ olun, teşekkür. Müşfiq müəllim, ilk öncə icazənizlə verilişimizin ilk sualını bu şəkildə sizə təqdim edərdim. Qul haqqı nədir və qul haqqı dedikdə nəyi başa düşməliyik? Əvvəla bu qul haqqı, qul, bu biraz orta əsrlərin sözüdür. Bu bir qədər adamları çaşdırır. Bir də qul sözü silirəm ki, bizim indi maariflənmiş kəsimdə bir qədər arxaik qavranılır. İnsan özünə niyə qul desin? Allahın qulu, köləsi midir məsəl üçün? Allah insandan köləlik mi istəyir özünə qarşı? Bəziləri elə də başa düşür. Amma qədimdə bunun müqəddəs kitablarda mənası açılır. Mən bunu İsa Peyğəmbərin İncildəki söhbətlərindən biraz açdım ki, bu Allahın qulu, Allahın qulluqçusu deməkdir, işçisi deməkdir. Qulluqdan, ibadətdən. Yəni ki, Allahın yeryüzündə canişini deyir Allah Quranda ona ki, Allahın köməkçisi yeryüzündə. Yeryüzündə ədalət, gözəllik, həqiqət işlərinə baxan bir canişin. Bu mənada bu qul sözü biraz indi pərt edici səslənə bilər. İslamda çox istifadə olunur. Müşfiq müəllim, siz də bilirsiniz. Biraz bəlkə abd kökündən gəldiyinə görə ibadullah. Məsələn, abduhu və rasuluhu deyirik Peyğəmbərimiz üçün. Onun qulu və rəsuludur. Və ibadullah Qurani-Kərimdə keçər. Allahın qulları, hətta bəzi tərcümələrdə Allahın kölələri, amma biz buna daha çox bəndə deyirik, bəndə kəlməsindən istifadə edirik. Bəlkə belə deyək, günümüz nöqteyi nəzərindən, sizin yanaşdığınız həssas nöqteyi nəzərdən qul haqları deyərkən insan haqları daha yerinə uyğun düşər bəlkə günümüz nöqteyi nəzərindən. Və burada qul haqqı deyəndə çox önəmli bir şey var. İnsanın Allaha ibadəti onun insanlarla, hətta heyvanlarla, təbiətlə necə keçindiyinə bağlıdır. O onlarla necə davranır? O Allahın yaratdıqlarına necə sayğılıdır? Özəlliklə Allahın işığını daşıyan özündəki insanlar ki, insan yeryüzündə ən işıqlı varlıqlardan birisidir, bəlkə də birincisidir. Və sən insanla zarafat eləyə bilməzsən. Sən insana sayğı ilə yanaşmalısan. Sən onun ürəyində Allahın möhrü var. İnsanla zarafat eləyənməzsən, onun haqqını tapdalaya bilməzsən. Adam hətta özünə hörmət qoymayanda belə bəziləri olur, deyir ki, o adam özünə hörmət qoymur, mən niyə ona hörmət qoymur? Adam hətta bilmir özünə hörmət qoymursa, sən ona hörmət qoymalısan, əgər sən bilirsənsə. Və öz davranışınla da ona xatırladırsan ki, o necə bir ali varlıqdır. Ona görə qulun haqqı, qulun ali məqamını nəzərə alaraq ona yanaşmaq deməkdir. Yəni, insanın, burada da əsas məsələ nədir? Əxlaqın əsas prinsipi də özünə qarşı necə davranılmağını istəyirsənsə, insanlara qarşı da elə davran ki, ikili standart yaratmaq ilə. Mən və mənimkilər
bir də başqaları. Adamın insan olması elə bu prosesdir ki, biz özümüzlə dünya arasındakı Çin səddini dağıtmalıyıq. Bütün mərhəmət, səxavət, ədalət, hamısı bunun üzərindədir. İnsanın gücü bu ilə ölçülür. O özü ilə dünya arasında divar mı hörür, divar mı dağıdır? Əgər divarı dağıdırsa Allaha yaxınlaşır. Yox, divar hörürsə özü ilə qonşular arasında, özü ilə başqa insanlar arasında, o əslində özünü elə bir tabutun içinə hörür ki, orada o öləcək. Ona görə dirilmək, insan kimi böyümək, insanlarla əlaqəni diri tutmaq deməkdir və ədalət əsasında özünə hansı tərəzidə ölçüb götürürsənsə, başqalarına da o tərəzi ilə ölçü verginən əxlaqlı insan bu deməkdir. Bəndə haqlarından, qul haqlarından, insan haqlarından danışdıqda sizə görə bu haqq nədir və haqlar nədən ibarətdir? İslam hüququnda hətta bildiyim qədər belə bir qrupa da ayrılırlar. Haqq dediyin zaman haqqullah, Allahın haqqı, hüququllah deyirlər hətta buna, Allahın hüququ və hüququl ibad, bəndələrin hüququ, haqları. Sizcə bu haqlar nələrdir, hansılardır? İnsanın məncə böyümək haqqı var. Böyüyüb Allaha yaxınlaşmaq haqqı var insanın. İnsanın müdrikləşmək haqqı var. Gözəl. Qalan bütün haqlar elə bilirəm ki, bunun şeyində, ətrafında qurulur. İnsana bu haqqı tanımaq lazımdır ki, onun ləyaqətini təşkil eləyəcək sonra da, onun böyüməyi. Məsələn, məktəb oxumaq haqqı onun elə bir ki, məncə böyümək haqqının üzərində qurulubdur. Onun dincəlmək haqqı da bunun üzərində qurulubdur ki, insanın boş vaxtı olmalıdır ki, zikr eləyə bilsin, özünü dərk eləyə bilsin. Şeyin əsəri var idi Victor Hugo'nun, Gwynblennlər deyən bir təlxəklər düzəldirdilər uşaqlardan, çəlləyin içinə yerləşdirirdilər onları və şikəst olurdu. Onlar böyüyürdülər, donqar olurdu, sümükləri deformasiya olurdu. Üzlərini də kəsirdilər, süni təbəssüm yaradırdılar. Gülən insan zaten əsər belə adlanırdı. Orada o uşaqları şikəst eləyirdilər, normal böyüməsinə imkan vermirdilər. O əsərdən mən təəssüratım bu idi ki, ən böyük zülm elə budur. İnsana normal böyüməyə imkan vermirsən. Bu mənada insanın başqa insanla davranışında, indi onu körpədirsə, böyükdürsə, həmişə ona haqq tanımalısan ki, bu adam böyüyə bilsin, öz ləyaqətinə çata bilsin. Bu azadlıq da bunun içindədir, bunun üçün tanımalısan. Təhsil haqqı da bunun içindədir. Yemək yemək haqqı da bunun içindədir. Ləyaqət haqqı da qəlbini bulandırmalı deyilsən onun. Bir ləyaqət hissi olmalıdır. Hissini aşılamalısan bu adama ki, adam böyüyə bilsin. Müşfiq müəllim, qul haqqı, bəndə haqqı, insan haqları deyərkən qloballaşan bir dünyada yaşayırıq. Siz bir fikir və düşüncə insanısınız və düşünürəm ki, ümumi mənzərəyə hər zaman baxıb vəziyyəti öz nöqteyi nəzərinizdən dəyərləndirirsiniz. Bu dünyada milyardlarla insan yaşayır. Qloballaşırıq, əslində kiçilirik. Yəni daha da belə bugünkü texnologiyanın da vasitəsilə, yəni hətta eyni şəhərdə yox, kiçik bir kənddə yaşayarcasına o səviyyəyə gəlib çatmışıq. Və biz bir-birimizlə ünsiyyətdə olduğumuz zaman müxtəlif münasibətlərdə oluruq. İqtisadi münasibətlərdə oluruq, maddi münasibətlərdə oluruq, ailə münasibətində oluruq, qonşuluq münasibəti, qohumluq əlaqələri, hətta qlobal düşüncə dövlətlər arası münasibət, beynəlxalq hüquq, insanların bir-birinə dəyər verməsi, bir-birinin haqqına, hüququna riayət eləməsi və ya bir-birinin haqqının hüququna girməsi səviyyəsi istər yerli dərəcədə olsun, istər qlobal dərəcədə olsun.
bir düşünce insanı kimi sizin bir razılığınız var mı? Razısınız mı bugünkü əhval-ruhiyyəsindən, insan haqları vəziyyətindən? Təəssüf ki, dünyanın qloballaşması, dünyanın böyüməsi, təfəkkürün üfüqlərinin genişlənməsi, mənəviyyatın ənginlik qazanması demək olmadı. Olmadı. Çox balacalandı. Çox balacalar. Cılızlaşdı, Bizi eləmi? qloballaşdırmaqla bizi balaca, çıxılmaz bir dünyaya soxdular. Bunun dəyərlərini Hollywood müəyyən eləyir. Amerikadan Yaponiyaya qədər. Burada qloballaşma deyəndə bu dünyanın bütün zəngin mədəniyyətinə sahib çıxmaq demək olmadı. Bu elə Amerikanizm və qərbçilik dəyərlərinin bütün dünyaya reklam olunması, depolanması demək oldu. Qloballaşma. Qloballaşma budur. Qloballaşma bizi inkişaf etmiş sivilizasiyanın, o da ancaq texniki surətdə inkişaf etmiş sivilizasiyadır, onun köləsi etməyə hazırlayır və bütün işin mənəvi tərəfi də fikir verin onların təbliğatçıları da belə deyək, 5-ci kolon sözü dəbdədir. Onlar nə deyirlər? Həp təlqin edirlər ki, sizin şərqdə heç nə yoxdur. Siz elə Afrikanın bir başqa formasısınız. Qul haqlarında yoxdur, insan haqları da yoxdur. Siz heç nə öyrədə bilməzsiniz. Siz bizdən öyrənin hər şeyi. Biz ən yaxşı şeylərdən. Onlarınsa gəlib çıxdığı məsələ, bilirsiniz nətərdir? Şərqdə min illərlə kamil insan da axtarıblar xilası. Bəli. Ki insan kamilləşəcək, insani dünya yaradacaq. Bunlar asta-asta bu amaldan uzaqlaşdırdılar bəşəriyyəti. Kamil insan ideyasını kamil texnika ideyası tutdu. Artıq ancaq kamil texnika arzulayırlar. Bəli. Hər sezon daha kamil telefon çıxmalıdır, daha kamil avtomobil çıxmalıdır. Bunun dalıyca qaçırlar. Komfortlu həyat təklif edirlər bizə. Cənnətin yanlış anlaşılmış bir formasıdır. Cənnət insani həyatdır. Orada arif adamlar bir-birinə söhbət eləyəcəklər. Söhbətdən alınan keyf ən böyük keyfdir insanlar arasında. Bunlarsa bizə texniki komfortdan, VIP xidmətdən bəhs eləyirlər. İnsan komforta sitayiş eləməyə başladı. Və bu heç bir mənəvi zənginlik deyil. Burada insan haqlarından danışanmazsan. Çünki insani dəyərlər önə qoyulmayıbdır. Komfort dəyərləri, nəfsi məmnun eləmək bu hədəfə çevrildi. Maddiyyat hədəfdə deyil. Həqiqət də hədəfdə deyil. Maddiyyat hədəfdə. Mənəviyyat hədəfdə deyil, Mənəviyyat həqiqət hədəfdə hədəfdə deyil. deyil. Və dəyərlər fonunda. Bəli, bunu özlərinin də filosofları görürlər şübhəsiz. Biz şərqdən də bunu görürük ki, bu əslində insani baxımdan iflasdır. Bu insani baxımdan bir iflasdır. Bunu bizə inkişaf kimi təqdim eləyirlər. Mən də deyirəm ki, əgər qərb sivilizasiyası belə bir böyük sivilizasiyadırsa, bunun insanı niyə belə balacadır? Mənə onun insanını göstərin. Məndən soruşsun, mən deyim, şərqin insanı Nəsimidir, Rumidir, Konfutsiyadır, Buddadır. Mən sizə göstərim, Zərdüştdür. Siz bizə nə kimi göstərirsiniz? Elon Musk'ı, qərbin peyğəmbəri Elon Musk'dır. Epstein siyahlarından çıxır. Hawkins'dir. Bir başqasıdır. İndi mən fürsətçilik də eləmək istəmirəm, amma bizə elmi, mənəviyyat kimi təqdim eləməyə, texniki təbiətşünaslıq elmlərini, bu heç bir mənəviyyata xidmət eləmir. Təbiətşünaslıq alimi bomba da düzəldə bilər, faydalı bir şey də fabrikdə qura bilər. Orada əxlaq yoxdur. Və ümumiyyətlə mənəviyyat maraqlandırmır bu qlobal sivilizasiyanı. Bunun içində, yəni mənəviyyat dünyasının əhəmiyyətsizləşdiyi dünyada siz insan haqları mı tanıyırsınız? Orada insan haqları axtarmaq çox çətindir, formaldır. Hər şeyin maddiləşdiyi bir yerdə insani olan nəyisə axtarmaq deyirsiniz. Bəli. Bizə izah edirlər ki, orada bilirsiniz insan bu qədər önəmlidir, amma yenə deyirəm, bunların hərdən bir dosyeləri üzə çıxır, baxıb görsən ki, həm siyasi elitası, həm elmi elitası, həm mədəniyyət elitası, bütün o Grammy mükafatları, Oscarları
bunun arxasından insanlıq çıxmır. İnsanlar özlərinin dəyərlərindən üz çevirirlər. Biz elə boş oturmamışıq burada. Nizamilər yetişdirmişik. Biz burada tusilər yetişdirmişik. Biz burada muğam yaratmışıq. Sən bu dəyərləri necə görməzdən gələ bilərsən? Cavanları elə bir hala gətirirlər ki, onlar əl çəkirlər öz xəzinələrindən. Müflis olurlar. Müflis adamı da idarə etmək çox asandır. Müşfiq müəllim, qlobal əxlaqi çöküşdən danışırıq. Mən belə başa düşürəm. Yəni, Bəli. qlobal əxlaqi çöküşün Bəli, bəli. içindəyik. Bir mənəvi böhrandayıq. Bəli. Maddiləşən bir dünyamız və qloballığın gətirdiyi bir mənfi şey də onların gətirdiyi dəyərlər fonunda həyatımızı qururuq, eləmi? Bəli. Yəni standartlar da onların standartlarıdır. Bəli. Bu standartlarda həyat qururuq. Yaxşı, onlarlaşırıq da, belə desəm olar mı? Eyni. Düzdürmü? Yəni oralar müqavimətimiz necə olmalıdır? Necə müqavimət göstərək ki, özümüzü qoruya bilək və varlığımızı davam elətdirək? İndi bizə təlqin eləyirlər ki, elm şərə qarşı dura bilir. Bu tezis maarifçilikdən gəldi. Maarifçilik düşünürdü ki, hər halda bir mənəvi legitimlik qazanmalıdır da, hansısa bir hərəkat başlayanda. Bu qərb maarifçiləri də, bu fransız maarifçiləri də başlayanda, Kantdan əslində başladı, amma fransızları da burada unutmayaq. Bunlar başlayanda, Diderot falan, ondan başladılar ki, əgər biz insanları savadlandırsaq, şər yer üzündə azalacaq. Öyrənmək, oxumaq işıqdır, öyrənməmək qaranlıqdır. Bunu Bibliyadan çıxartdılar bu tezisi. Şərdir və cəhalətdir eyni zamanda. Cəhalətlə mübarizə eləmir, cahilliklə mübarizə olur. Və insanları savadlı eləməklə dünyanı yaxşılaşdırmaq şeyi. Hələ də bizim cəmiyyətdə, bizdə biraz maarifçilik gec gəldi, çıxdı da bir 100 il, 200 il sonra gəldi, çıxdı. Amma bizdə hələ də bu dəbdədir, trenddədir, belə deyək. Və onun da canı budur ki, savadlı adamlar yetişdirməliyik və bunlar şəri qarşısında durmalıdırlar. Tənəzzülün, mənəvi tənəzzülün qarşısında durmalıdırlar və s. Belə bir əlaqə yoxdur. Biz 10.000 ilahiyyatçı da yetişdirsək, 10.000 əxlaq professoru da yetişdirsək, 10.000 fəlsəfəçi də 10.000 yetişdirsək, fəlsəfəçi, filosof da yetişdirsək, bu negativ düşüş deyək də, düşüşün qarşısını ala bilməyəcəklər. çöküşün qarşısını ala bilməyəcəklər. Çünki elm və savad burada duruş gətirən, burada ruhani bir mübarizə lazımdır. Ruh isə insanın fərdi çabasından yaranır. Başa düşürsünüz, sivilizasiya həmişə ayrı-ayrı insanların ruhani çabasına borcludur. Məhəmməd Peyğəmbərin Hira dağına çəkilib bir Allahın qapısını döyməsinə bağlıdır. təfəkkürə dalması. Zərdüştün mağaraya çəkilməsinə bağlıdır. Buddanın meşəyə getməsinə bağlıdır. Başa düşürsünüz? Burada fərdi ruhani cihad eləmək lazımdır. Və bir insan, mən buna həmişə heyrət eləmişəm və bu heyrətimlə də bölüşürəm. Bir insan Allahın qapısını döyürsə, həqiqətlə təmas eləyə bilirsə, Allah da ona izin verirsə, bu təmasdan böyük bir sivilizasyon fırtına yaranır. Fırlanır o adamın ətrafında hadisələr. Həqiqətlə təmas universitetdə verilmir. Universitetdə sənə məlumat verilir. Universitetə sən diplom üçün gəlirsən. Gəlirsən ki, bir lisenziya alasan, oturasan, xımır-xımır sən də bir yerdə oturub yiyəsən. Başa düşürsünüz? Universitetə insanlar gəlmirlər ki, mənəvi ehtiyacdan gəlsinlər, həqiqəti dərk eləsinlər. Tələbələrin, hətta məsəl üçün fikir verir, sizdə olub, mən çox fikir verirəm. Birinci kurslara dərs deməkdən daha çox həzz alıram. Yuxarı kurslara dərs demək mənə heç bir məmnunluq vermir. Onlar artıq professional tələbədirlər. Onlar bilirlər ki, dərsə necə qulaq asacaqsan, yəni bu qulağından alacaqsan, bundan verəcəksən. Ancaq imtahanda sənə lazım olan şeyləri qeyd eləyirsən və ya onları əzbərləyirsən. Çox professional tələbə. Amma birinci kursda hələ çaşqınlıq var.
hələ formalaşmayıblar, Acdılar, hələ qəbul acdılar. edilmir. Ona görə onlarla hələ dərinlik barədə danışa bilirsən. Onlar hələ buna tutula bilirlər, yoluxa bilirlər. Çoxdan fikir verirəm və birdən baxıb deyirəm ki, yox, universitet təhsili artıq mənəvi intibaha xidmət eləmir. İndi bir vaxtlar Diogen adında bir filosof var idi də, düşüb bazara çıraqla günü orta çağı insan axtarırdı. Soruşurlar, Diogen nə axtarsan? Deyir, insan axtarıram adamın gür olan yerində. İndi savadlı adamlar içərisində, hətta yaşatmayan professorlar içərisində həqiqət axtaran adamı çıraqla axtarmaq lazımdır. Onların diplomda marağı var. Nə bilim, neçə yüz məqaləsinin çıxmağında marağı var. Xaricdə məqaləsinin çıxmağında marağı var. Həqiqətdə marağı yoxdur. Müşfiq müəllim, o zaman belə bir nəticə çıxara bilərikmi? Üzr istəyirəm. Yanlış da anlaya bilərəm. Buyurun. Mənəvi dəyərlərin təbliği hər zaman lazımdır. Həqiqəti axtarmaq və həqiqətə varmaq nöqteyi nəzərində. Və bu dəyərləri, milli mənəvi dəyərlərin, Bəli. bizim mənəvi dəyərlərimiz eyni zamanda bizim milli dəyərlərimiz. Bəli. Milli dəyərlərimiz də mənəvi dəyərlərimiz. Bunun daha çox təbliğ edilməsi, daha çox bu məsələdə maarifləndirmə işinin aparılması, bu reallıqların, həqiqətin insanlara çatdırılmasının önünün açılması və ya genişləndirilməsi fikri ilə razısınız. Yəni çünki o qloballaşan dünyada, maddiləşən dünyada hamımızın evində, cibində də artıq bu mədəniyyət. Qismən. Düzdür, mən özüm də bunun təbliği ilə məşğulam. Mənəvi, şərqin mənəvi dəyərlərini təbliğ eləyirəm. Amma belə bir şüarın yaranmasından ehtiyatlanıram. Çünki yaxşı bir şeyi də təbliğat səviyyəsinə çatdıranda adamları küstürürsən bu şeydən. Qabiliyyətsiz adamlar sürüsü yaranır, o savad almışlar. Gəlirlər, dini təbliğ eləyə adamları dindən uzaqlaşdırırlar. Avropa necə oldu ki, xristianlıqdan sprinter kimi qaçdı, uzaqlaşdı. Və indi bizə də bunu təlqin eləyirlər ki, bax, bizim inkişafımız dindən uzaqlaşma ilə oldu. Sizdə də belə olmalıdır. Bizim savadlılar da buna uyur. Əzizim, siz zülm yaratdınız din adına. Dinin təbliği adına zülm yaratdınız. Həyatın önünə keçdiniz. Qərb din və dindarlıq anlayışını Bəli. Və ona görə üsyan yarandı. Nifrət yarandı. Ona görə dini tamam çıxartdılar fəlsəfədən, mənəviyyatdan, indi filosof həyatlarından, indi bütün institutları böhran içərisindədir. Çünki din o qədər ekzistensial, dərin bir platforma verir ki, ailə institutuna, ondan sonra dövlət institutuna. Siz təsəvvür, orta əsrlərdə adamlar ciddi traktatlar yazırdılar ki, Hobbeslar, Hume'lar ki, bu Allaha inamla dövlətin başçısının legitimliyi necə bağlıdır bir-birinə. Legitimlik, siyasi legitimlik məsələsini ruhaniyyatla həll edirdilər. İndi bunlar hamısı çıxıbdır işin içindən. Bütün həyat da ailə institutuda, mənəviyyat institutuda böhran keçirir buna görə. Çünki dini təməldən uzaq düşüblər. Bunun da hamısı, hələ bunun haqqında Konfutsi yazırdı. Deyirdi ki, dini məhv eləyən dərin olmayan təbliğatçılardır. Kənd rahibləridir deyirdi o. Onun üçün kənd rahibləri dərin olmayan təbliğatçı deməkdir. Burada kənd-şəhər söhbəti dilemması. Dərin olmayan deyərkən üzr istəyirəm, yəni həqiqi mənada dinin haqqını, həqiqətini, yəni adamın ağlında bir şeylər var, anlamayıb, zahirən tətbiq eləməyə çalışan. Bəli, savad alıbdı. Başında bir şeylər var. Amma içində, ürəyində bir şey yoxdur. Ürəyində o dəyərə çatmamış adam onun təbliği ilə məşğul olursa, o tamam tərs effekt verir. Məsələn, sizə bir misal çəkim. Buddanın bir tələbəsi gəlib ona deyir ki, müəllim, getdim filan kəndə, sənin sözlərini dedim orada kəndçilərə. Belə dedim. Düz demişəm. İndi gözləyir ki, müəllimi buna afərin deyəcək. Budda da qulaq asır, deyir, sözlər düz idi, amma sənin ağzında nəsə əyri səsləndi. Başa düşürsünüz, siz səhər axşam Qurandan danışa bilərsiniz, amma əyrili yaşılaya bilərsiniz insanlara. Milli dəyərlərdən danışa bilərsiniz,
amma dəyərsizləşdirərsiniz adamların gözündə həyatı. Bunun üçün lazımdır ki, adamın ruhunda bu yoğrulsun, çıxsın. Səmimi O adam- olsun yəni. Bəli, səmimi səmimi inansın, olsun. bu dəyərlərinə səmimi bağlı Bəli. olsun ki, effekti olsun. İkilik olmasın qəlbində. Bəli. Saxtalıq olmasın. Ağılda yazılan yaddaş olmasın. Ürəkdə yazılan ayələr olsun onun danışdığı. Ciddiyə alsın həqiqətin dərkini. Həqiqətin dərki bu adam üçün ölüm ya qalım söhbəti olmuş olsun. Həqiqəti bu cür axtaranların nəzmi. Yox, oxu günən bu semestr yaxşı oxusan sənə velosiped alacağam kimi bir motivasiya ilə oxumaq deyil bu. Həqiqəti dərk etməsəm ölərəm deyə, yaşaya bilmərəm deyə, xoşbaxt ola bilmərəm deyə həqiqəti axtaran fərdlər lazımdır bizə. Bax, onlar həqiqətə çatandan sonra təbliğ eləyirlər və çox usta olurlar bu işdə. Bilirsiniz, bir Məhəmməd Peyğəmbər həqiqətə çatdı, sivilizasiya yaratdı. Bəli. Tarix yaratdı adam. İndi oturun baxın da bu böyük fiziki qüvvəyə mi malik idi, böyük var dövləti mi var idi, böyük imperiya başçısı idi mi bu? Yox. Gör, həqiqət insanı necə ucaldırmış. Adam tarixə toxundu. Başa düşürsünüz? Və bu bizim üçün bir örnəkdir. İnsanın ruhlanma örnəyidir. Həqiqətlə təmasından insan necə bir qüdrət. Böyüklük istərsiniz, Allah deyir, böyüklük Allahda. İndi şöhrət istəyirlər insanlar. Məşhur olmaq istəyirlər, böyük alim olmaq istəyirlər, Nobel almaq istəyirlər, Oscar almaq istəyirlər. Amma həqiqi olmaq istəmirlər. Tamam, riyakarlığın bir tərəfini bir şeylə növlərində Bax, həqiqi olmaq yolunda irəliləyən bir neçə fərdimiz olsa bizim, bax, onlar təbliğ eləyə bilərlər. Çox da effektiv eləyəcəklər bunu. Müşfiq müəllim, çox mühüm sözlər dediniz, Allah razı olsun. Mən bir şey də deyim, Peyğəmbərimiz əleyhissalamdan nümunə gətirdiniz. Ümumiyyətlə, bəşər tarixinə baxdığımız zaman, bu səmavi dinlərdə də belədir, lokal dinlərdə də belədir və ya ideyalarda, ideologiyalarda da belədir. Başında duran adam bir mənalı şəkildə o davasına inanırsa, o mübarizəsinə inanırsa, onu səmimi olaraq qəbul eləyibsə və qəbul elədiyi şəkildə də yaşayırsa, o mütləq mənada öz təsirini göstərir. Mütləq mənada. Bəlkə biz elə oradan götürməyək, gəlin elə özümüzdən götürək. Evdə, eşikdə, ailədə bir ata kimi, dost kimi bir məsələni, bir düşüncəmizi, bir həyata keçirdiyimiz bir şeyi, yaxşı mənada, müsbət mənada olan bir şeyi, məsələn, uşaqlarımıza nümunə olmaq, örnək olmaq. Müşfiq müəllim, səmimi olaraq içimizdə həqiqəti qəbul eləyib, ədəbimizi, əxlaqımızı, ərkanımızı, mədəniyyətimizi göstərmədikdən sonra onun tərbiyəsində bu təsirli olmur da, bu dəqiqdir, özünüz də bilirsiniz belə. Ona görə bəlkə Quran-Kərim Peyğəmbərimiz üçün لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ اُسْوَةٌ حَسَنَةٌ. Həqiqətən Allahın elçisində sizin üçün ən böyük, ən gözəl örnək vardır. Yəni, nümunəvi insan, nümunəvi şəxsiyyət onu təqdim eləyir və nümunəvi olmaq istəyiriksə, örnək olmaq istəyiriksə, məncə inanclarımızı, dəyərlərimizi səmimi qəlbimizə salıb ürəkdən yaşamaq daha effektiv olur. Bəzən danışmaqdan da daha effektiv olur onu. Səmimiyyət açardır da, ipucudur. Deyəsən, Musa Peyğəmbər haqqında Quranda var ki, o səmimi idi, Allah deyir. Və bir növ deyir ki, mən niyə buna verdim elmimi? Çünki o səmimi idi. İbrahim də səmimi idi. Yanıla bilir elə adamlar. Birdən deyə bilər, aydır mənim Allahım. Günəşdir mənim Allahım. Amma əgər o səmimidirsə, o tədqiq eləyəcək. Və günlərin bir günü görəcək ki, günəş batır, mənim Allahım bata bilməz. Dəri göstəriblər ona, deyiblər ki, bu tanrılar da oturub müşahidə eləyib səmimi şəkildə. Baxıb, bunlar özlərini müdafiə eləyə bilmirlər. Bunlar kimə nə eləyə bilərlər? Yəni, bu idrak yolçuluğunda səmimi şəkildə girəndə səhvlər də eləyirsən. Biz məsələn 10 il əvvəl düşündüyümüz şeylərin bəzilərinin arxasınca durmuruq indi. O qədər səhv eləmişəm ki, mən həyatımda. İndi də səhvlərim var.
Onları da bir 10 il sonra görəcəm. Allah ömür versə. Amma o səhvlərimdən çıxmağa mənə nə kömək olur? Əgər mən həqiqətən səmimi şəkildə həqiqət axtarıramsa, Allah mənə bir yol göstərəcək. Müşfiq müəllim, sözünüzə qüvvət Peyğəmbərimiz əleyhissalama aid edilən bir söz var, hədis var. Əd-dinu nasihə. Bunu din nəsihətdir olaraq da deyənlər var, tərcümə edənlər var. Amma o kəlmədən yola çıxaraq din səmimiyyətdir deyənlər də var. Baxın, tam sizin dediğiniz, yəni din səmimiyyətdir. Zaten bu səmimiyyət olmadan heç bir Ürək din yoludur. və dindarlıq olmaz. Və niyə görə Quranda ürək anlayan orqan kimi çıxış edir, baş deyil. Onların deyir ürəkləri var, amma onu ilə bir şey anlamazlar. Çünki ürək həssasiyyətini itirir, küsür. Səmimi olmayan adamın başqasını aldadan adam. İlk növbədə ürəyi küsür adamdan. Küsmüş ürəklə sən həqiqət axtara bilməzsən sonra. Sənin ürəyin sənin tərəfində deyil, haqqın tərəfindədir. Sənin tərəfində sənin əlin ola bilər, ayağın ola bilər, gözün ola bilər. Sənin ürəyin heç vaxt sənin tərəfində deyil, o Allaha məxsusdur. Onu sahibinə yönəltməlisən. Ürəyinlə ehtiyatlı ol. Ürəyi pis əməllərlə palçıqlayarsan, disfunksiya səviyyəsinə salarsan, bundan böyük fəlakət yoxdur. Mən elə adamlar çox görürəm. Yəni, haram yemin deyə Quran niyə görə deyir? Çünki haram ürəyi disfunksiyaya salır, məhv eləyir. Günah etməyin. Hə, günah etməyin. Ürək Günahlar. ancaq ədalət istəyir ürək, bir də səmimiyyət istəyir. Ürək və riya yedizdirəndə, zülm yedizdirəndə ürək ölür, deyir, mən oyundan çıxıram. Mən ancaq həqiqətə və Allaha xidmət eləyə bilərəm. Siz təsəvvür edin, bəzən adam olur ki, heç həqiqəti bilmir, amma səmimidir, sevimlidir. Fenomen olur, səmimiyyətinə görə. Cəmiyyət əl çalır ona. Çünki cəmaat səmimiyyəti sevir. Evet. Ürəklər sevir bunu. Ona görə də təəssüf ki, bizdə də belə alınır ki, adam elmlənirsə, %99 bu süniləşməyə gətirib çıxır. Nitqi dəyişir. Başlayır terminlərlə danışmağa. Nə bilim, hərəkətləri, danışıq tərzi, nəysə özünə də yad olur, cəmaata da yad olur. Ona görə ürəklə zarafat olmaz. Mən təşəkkür edirəm. Bizim mövzulardan biri də qonşuluq haqları idi. Mən sadəcə olaraq... Biz uzaqlaşdıq biraz. Olsun, zamanımız imkan verdiyi ölçüdə qloballaşan dünyada ümumi mənada soruşuram. Sizin təsəvvürünüzdə olan qonşuluq anlayışı varmı? Və özümüzdən danışaq. Siz də qonşusunuz və yaxşı qonşusunuz. İstədiyiniz, ürəyinizdən istədiyiniz qonşuluğu eləyə bilirsinizmi qonşularınızla? İndi təzə köçmüşəm bir yerə. Eləmi? Xeyirli olsun. Hə, sağ olun. Amma köhnə qonşularım bunu deyə bilər ancaq mənim haqqımda. Çalışmışam ki, onlara qarşı həmişə nəzakətli davranım. Çalışmışam ki, dərdlərinə, problemlərinə duyarsız olmayım. Bacardığım qədər. Və sizə bir şey söyləyim də, qəşəng toxunursunuz o məsələyə. Müasir dünyanın ən böyük mənəvi çöküşünün bir markeri də qonşularla münasibətin aradan qalxması oldu. İnsanlar tanımır qapı qonşusunda kim var. İnsanlar qonşunun evinə getmirlər. Mənim yadıma gəlir bizim uşaqlığımızda, biz Sumqayıtda böyümüşəm, şəhər evində. Təsəvvürün ki, birinin evində ad günü olurdu. Qaçırdıq qonşulara stul gətirməyə. Stulun altına yazırdıq karandaşla ki, bu filan əminin stuludur. Hətta boşqab belə çatmırdı. Anam deyirdi, get filan kəs xalagilə, oradan boşqab istəginə. Boşqabları da qonşulardan alırdıq. Sonra elə qonşular özləri də gəlirdilər ad günlərinə. Nə qədər gözəl idi. O hələ kənddən şəhərə köçmüş insanların özü ilə gətirdiyi təbiilik payı idi. 20-30 il sonra o azala-azala getdi.
təəssüf ki, indi insanlar nə istəyirlər? Elə bir apartament istəyirlər özlərinə, elə bir mənzillər istəyirlər ki, qonşu qonşunu tanımasın. Tanımır, illərdir. Hə, qarışmasın mənim işimə. O qarışmasın işinə o deməkdir ki, inanın ki, müasir adam indi elə vəziyyətdə az da olmur. Bir də görürsən ki, qonşu ölübdür. Hə. Ancaq elə 3-4 gün keçəndən sonra qoxusu yayılanda bilirlər ki, polis çağırmaq lazımdır, nəsə olub. Və siz necə qonşusunuz ki? Bu bizim insanlığımızın iflas etməsidir. İnsanlıq iflas edəndə birinci olaraq qonşu ilə maraqlanmamağa başlayırıq. Qohumla maraqlanmamağa başlayırıq. Birisi xəstələnir, qonşular gedirdi, qohumlar gedirdi. İndi insanlar bir-birindən ayrı düşüblər. Ailənin içində də ayrı düşüblər artıq. Nəsillər arasında ayrılıq var. İndi uşaqlara xahiş eləmək lazımdır ki, sən Allah dayıva zəng elə, təbrik elə, gün bayramdır, bibivə zəng elə, xalava zəng elə. Hə, uşaqlar qapılıblar o individualizm qılafının içinə çıxmaq istəmirlər. Bu bir xəstəlikdir. Bu bir mənəvi və psixoloji bir xəstəlikdir. Bunu da qloballaşma gətirdi. Bunu da qloballaşma gətirdi. O yanlış dəyərlər gətirdi. Quran deyir, qohumlarla əlaqəni... Bəli, əmr eləyir. Pozma. Qonşularınla maraqlan ki, nə tər ola bilər ki? Yaxın qonşu, uzaq qonşu ayədə keçir. Bəli. Yaxın qonşu və uzaq qonşu. Bəli. Sənin evində yemək pişirindi. Kabab pişirmirdik biz balkonda ki, qoxusu çıxar və ya qoxusu çıxırdısa mütləq qonşuya da bir pay aparmaq lazım idi. İndi bütün bu şeylərdən çox uzaq oldu insanlar. Bir-birlərini tanımırlar. Dünya bu dəqiqə elə bir istiqamətdə gedir ki, Elşad müəllim, ən çox inkişaf eləmiş ölkələr daha uduzmuş vəziyyətdədirlər. Çünki köç onsuz da geri qayıdacaq. İstiqamət arxada qaldı. Doğru istiqamət. İnsanlıq istiqaməti. Biz ora qayıtmalıyıq mütləq. Ona görə gəlirlər, məsələn, Azərbaycanda çox təəccüblənirlər ki, sizdə hələ ailə dəyərləri, sizdə qonaqpərvərlik dəyəri var. Bəli, digər yerlərə görə bizdə hələ də həqiqətən Allaha şükürlər olsun ki, qalır, qoruyuruq, saxlaya bilirik. Elə təəccüblənirlər ki, qatarda, avtobusda gənclər durub yaşlıya yer verəndə çox təəccüblənirlər. Sizdə hələ bu qalıb, Qərbdə artıq bu yoxdur. Bizdə isə qalxıb yaşlıya yer vermək ölümü salamlamaqdır. Qocalığa sayğı ölümü salamlamaqdır. O cəmiyyət ki, ölümə zikr eləyirdi, axirətə zikr eləyirdi, o əxlaq başqa cür ola bilməzdi onda. Əgər sən ölümə zikr eləmirsənsə, ki, dinin canı budur həm də, axirətdən həyatıva baxmaq. Sən axirətə zikr eləmirsənsə, sənin yavaş-yavaş yaşlılara olan sayğın itəcək. Adamlar yaşlanmağa qorxdular. Təsəvvür, plastik operasiyaların sayının artması ondan irəli gəlir. İnsan yaşlandı, gərəksiz hiss eləyir özünü. Ona görə idmanla məşğul olmaq, nə bilim, özünü cavan saxlamaq, yaşlanmağa izin vermir müasir adam özünə. Çünki yaşlılığın urvatı qalmayıb. Bu da cəmiyyətin bax o dəyərlərindən gəlir. Daha memento mori yazmışdılar latınlar, ölümüz xatırla. Qədimlər üçün bu çox böyük bir hikmət idi. Müasir adamlar ölümü xatırlayanda qışqışlar eləsin deyirlər belə. Ölümdən baxmırlar həyata. Ona görə çox ucuz dəyərlərin dalıyca düşürlər. Böyük dəyərlərimiz də bizim odur ya. Ölümün sınağından keçə biləcək dəyərlər böyük olur. Məsələn, xeyirxahlıq, humanizm, insanlıq, mərhəmət, ədalət. Bunlar ona görə böyük dəyər kəsb edir. O zaman böyük dəyər kəsb edir. Sən onu ölümə qarşı qoyursan. Oradan əbədiyyət qoxusu gəlir xeyir əməllərdən. Sən elə bil ki, bir insan olaraq ölümü aşıb ölümsüzlüyə doğru getmiş olursan ki, sənin işin budur. Səni ən qüssələndirən şey yer üzündə odur ki, sən ölümlüsən. Ona görə bu ruhani bir cihad olmalıdır insanın şəxsi həyatında ki, mən ölümü necə dəf eləyirəm. Sən həqiqəti elə axtarmalısan ki, ölümü dəf eləyəsən, ölümsüzlüyə çatasan. Bunun əvəzinə yaddaşlarında müdrik adamların sözlərini əzbərləyirlər. Təhsil nə verir? Təhsil əzbərləmə, gətir görüm sənin yaddaşında filan şey qalıbsa, əla 5-dir. Qalmayıb get 2. Pis oxuyan uşaqların arasında ağıllı adamları daha çox tapmaq olur. Nəinki əlaçıların. Vəziyyət ona gəldi can.
Yaddaş bilik demək deyil. Müşfiq müəllim, çox təşəkkür edirik. Sizinlə söhbətə doymaq olmur. Sağ olun. Çox. Minnətdarıq. Vaxtınızı ayırdınız, dəyər verdiniz. Gözəl, dəyərli düşüncələrinizi, fikirlərinizi, faydalı fikirlərinizi bizimlə və tamaşaçılarımızla bölüşdünüz və dəvətimizi qəbul edib studiyamıza gəldiyinizə görə sizə minnətdarıq, təşəkkür edirik. Sağ olun, var olun. Şərəf verdiniz. Siz sağ olun. Əziz və hörmətli tamaşaçılar, bugünkü verilişimiz burada sona çatır. Bir sonraki verilişimizdə görüşmək üzrə. Allaha əmanət olun, Allah amanında qalın. Verilişimizin baş sponsoru Qoçət. Ailənizin rahatlığı, süfrənizin keyfiyyəti deməkdir.